Değerli izleyicilerimiz, sizlere Xırdalan şehrinin tam merkezinde gördüğünüz bu binada Abşeron City yaşayış kompleksinde 3 otaq, 75 kvadrat, 122 min manat olan mənzili çəkib təqdim edəcəm. Xırdalan şehrinin daxil olduq mənzilə doğru. Bu ərazidə parkın qarşısında bu qiymətə içi dolu əşyalı ikinci belə bir ev heç kim sizə təklif edə bilməz. Xırdalanın ən elit kompleksində videonun əvvəlində gördüyünüz kimi Heydər Əliyev parkının qarşısı Abşeron City yaşayış kompleksində yerləşir mənzilimiz. 75 kvadrat, içi dolu əşyalı 122 min manata. Baxın, əsas giriş hissəsidir. Giriş hissəsində səliqəli dolab yığılıb. Bu hissədə yerləşir evin sanitar qovşağı, bütün aksesuarları quraşdırılıb, tam hazır vəziyyətdə. Burada yerləşir evin yataq otağı. Bir də zəhmət olmasa ətrafı çək təqdim elə. Çox geniş və səliqəli yataq otağı var. Xırdalanın ən elit kompleksində yerləşir, Abşeron City yaşayış kompleksində. Bu hissədə yerləşir evin qladovkası. Artıq əşyalarınızı yığmaq üçün. Mətbəxdə yerlər istipoldur. Bu hissədə yerləşir evin mətbəx hissəsi. Baxın, sonacan mətbəx mebeli yığılıb. Qazıdır, aspiratorudur, paltar yuyanıdır, soyuducusudur. Hər bir şey var evdə. Paltarını götür, köç, gəl yaşa. Əlavə heç bir xərci yoxdur. Mərtəbə də ideal, 8-ci mərtəbə. Bu hissədə isə yerləşir evin uşaq yataq otağı. Uşaq yataq otağından balkona çıxmaq üçün yer nəzərdə tutulub. Sadəcə artıq əşyalar çox deyə balkonu tam çəkib təqdim eləmirəm. Həqiqətən süper bir mənzildir. Qiymət də əladır. Bir də zəhmət olmasa əsas giriş hissəsini çək təqdim elə. Bax, belə bir səliqəli dəhliz hissəsi var. Bu hissədə isə yerləşir evin belə geniş və böyük qonaq otağı. Bir müsbəti də odur ki, yel çəkən mənzildir. Binanın ön və arxasına mənzilin baxışı var. Gəl, bir dənə zəhmət olmasa gəl çək təqdim elə. Həyətə doğru baxır mənzilimiz. Yel çəkən bir mənzildir. İçi dolu, məşğul ver, o söyləməyəcək. İçi dolu əşyalı. Xırdalan şəhərində Heydər Əliyev parkının qarşısı Abşeron City yaşayış kompleksində yerləşir. 75 kvadrat, içi dolu əşyalı 122 min manata. Əlavə nə sualınız olarsa aşağıda qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərsiniz.